Və biz beləliklə türk dilində şalvar sözünün, don sözünün, tuman sözünün olduğunu gördük və bu sözlərin yuxarı işıq mənasına gələn söz yuvasının zid mənası kimi formalaşdığını müəyyənləşdirdik. Demək ki, Tuncu dəmiri kəşf edən insanlar daha sonra nalı düzəldərək atları nallayıb daha uzaq məsafələrə köç edə bilmişdi. Və atı bilavəstə minilməsi isə şalvarın kəşfinə gətirib çıxarmışdı. Və bu kəşf həmçinin mobil hərəkət edən insanlar üçün qılıncdan, nizədən daha çox yayın kəşfinə də gətirib çıxaracaq. Və biz ümumi mənzərəni gördükdə müəyyənləşdiririk ki, demək, türklər 4-cü, 2-ci minillikdən başlayaraq Xəzər dənizi, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz dairəsindən Göyçə gölü, Urmiya gölü mərkəzinə doğru bu ərazilərin digər xalqlar tərəfindən tutulması ilə sıxışdırılmışdı və daha sonra şərqə, qərbə doğru köçlər etmişdi və Firidun Cəllovun Urmi nəzəriyyəsində müəyyənləşdirdiyinə görə iki böyük köç dalğası 4-cü, 2-ci minillik arasında baş vermişdi və 2-ci minillikdə baş verən köçlər daha uzaq məsafəyə idi. Və biz bunun arxa planında müəyyənləşdirdik ki, demək, atın evcilləşdirilməsi, öküzün evcilləşdirilməsi, arabanın düzəldilməsi, şalvarın kəşf olunması, bütün bunlar hamısı 4-cü, 2-ci minillik arasında baş vermişdi. Demək ki, türklərin də sırf uzun müddətli ərazilərdə köçəri halda yaşaması məhz bu anlayışların hamısının eyni anda istifadə edilməsi ilə bağlı olmuşdur. Lakin bütün bunların hamısının eyni anda istifadə olunması bütün türkləri köçəri mi edir, yoxsa yox? Biz artıq videonun əvvəlində də qeyd etdiyim kimi, demək, bu ərazilərdə yaşayan türklər, yəni ön şümerlər artıq o əraziyə gəlib köçmüş, lakin yerli formada yaşayan şəhər mədəniyyətləri quran türklər idi. Və eyni ilə Kutilər, Lulubilər, Turukilər, ondan əvvəlki Şümerin çağdaşı olan Arratda dövləti və bunun ardı ilə daha sonra qarşımıza çıxan Manna, Midiya, Albaniya, Atropatena, mənim etimoloji izahımla qeyd etdiyim Atropatenanın əsl türkçəsi Asurbodun dövlətləri oturaq həyat keçirən türklər, şəhər salmış türklər idi. Lakin Orta Asiya, Mərkəzi Asiya köçən türklər isə artıq köçəri həyat yaşamağa başladı. Bunun səbəbi nə idi? Bunun səbəbi artıq müəyyənləşdirdiyimiz kimi şəhər salmış türklərin bir hissəsi həmin saldığı şəhərlərin digər etniklər tərəfindən zəbt olunmasından sonra mərkəzə doğru köç etdi və bu zaman bilərəkdən, bilməyərəkdən, zərurətdən, məcburiyyətdən müəyyənləşdirdi ki, demək, yaşamağın və düşməndən qaçmağın ən əsas yolu şəhər tikmək, qalalar tikmək yox, köçəri olaraq konkret bir məkanda yaşamamaqdır. Və elə bu səbəbdən də demək ki, türklər zaman-zaman qurduğu şəhərlər digərləri tərəfindən, digər etniklər tərəfindən işğal olunsa da, köçəri olan türklər bu işğaldan qorunmuş və nəticədə öz dilini qoruya bilmişdir. Və bildiyimiz kimi, digər yandan əgər bir şəhər qurursansa və o şəhər inkişaf edirsə, zamanla həmin şəhər bir yol üstündə, çarpan keçidi üzərindədirsə, o şəhər inkişaf edir və bu inkişaf nəticədə digər xalqlarla təması və həmçinin zaman-zaman işğalçı qüvvələrin o şəhəri zəbt etməsi və ya həmin şəhərin ətrafında digər etniklərin gəlib məskunlaşması və bu zaman dil alış-verişi, digər sosial-kültürel alış-verişlərin baş verməsi ilə həmin xalq ola bilsin ki, zaman-zaman öz kimliyini itirsin. Lakin köçəri xalqlarda isə onlar daim hərəkətli olduğundan, kənar təsirlərdən daha uzaq olduğundan öz kimliklərini daha çox qoruma imkanları olmuşdu. Və beləliklə 4-cü, 2-ci minillikdən başlayaraq arabalarla köç etməyi bacaran türklər daha sonra atlardan bilavasitə minməyi istifadə edərək köçləri həyata keçirdi. Və beləliklə oturaq olan türklər daha sonra oturaq, arançı və köçəri olan formada, üç formada həyat tərzi yaşayan türkləri meydana gətirmiş oldu. Yəni, dolayısıyla türklərin hamısı köçəri deyildi. Türklər daha əvvəl oturaq,
formal həyat keçirirdisə, daha sonra heyvanları əhilləşdirməsindən sonra oturaq, arançı həyat tərzini həyata keçirdi. Daha sonra isə daha uzaq məsafələrə köç etməsi ilə 3 həyat tərzindən, yəni oturaq, arançı və köçəri olan türk boyları formalaşdı. Və at sürüləri olan türk boyları eyni zamanda böyük qoyun sürülərinə də sahib olması onlara daha böyük əraziləri tələb edirdi. Və bu şərtlər köçəri olan türkləri daim köç formasında yaşamasını məcbur qılmışdı. Və bunun nəticəsində artıq türklərdə iç türklər və dış türklər anlayışı formalaşmağa başladı. Yəni şəhər salmış yerli türklər, oturaq türklər, hansı ki oturaq və ya arançı olur, bunlara iç türklər deyilməyə başladı. Köçəri olan türklərə isə dış türklər deyilməyə başladı. Və biz Dədə Qorqud dastanına baxdıqda qarşımıza dış Oğuz və iç Oğuz anlayışının çıxdığını görürük. Bunlar zaman-zaman dostluq edir, zaman-zaman isə biri-biri ilə mübarizə aparmışdı. İndi qarşıda mümkün qədər bu məsələlərə toxunarıq. Lakin ümumilikdə biz Oğuzlarda dış Oğuz və iç Oğuz anlayışının Dədə Qorquddan günümüzə gəldiyini görürük. Bəziləri iç Oğuz və dış Oğuzu su Oğuzları və daş Oğuzları olaraq ifadə etməyə çalışır. Və biz həmçinin Oğuz xan dastanında Oğuz xanın 2 oğlunun 24 Oğuz tayfasını formalaşdırdığını, yəni hər oğlun 12 tayfanın rəhbərinə çevrildiyini görürük. Və bunlar dastanda boz oxlar və üç oxlar kimi ifadə olunur. Əslində buradakı boz oxlar dış Oğuzları, üç oxlar isə yanlış fonetik dəyişim ilə iç Oğuzların üç oxlar kimi ifadə olunmasından başqa şey deyil. Boz oxlar ifadəsindən biz düşünməliyik ki, dış Oğuzlar həmçinin bas Oğuzlar kimi də ifadə olunmuş ola bilər. Yəni buradakı bas sözü türk dilində basmaq, keçmək mənasına gəlir. Və biz bir çox toponimdə basmaq, basar sözünün ifadə olunduğunu görürük. Və düşünməliyik ki, bas, basar sözü demək ki, dış sözünün sinonimi kimi işlənmişdir. Və beləliklə boz oxlar, bas Oğuzlar, dış Oğuzlar, üç oxlar isə iç oxlar, üç Oğuzlar mənasına gəlmişdir. Lakin bu yanlış fonetik etimoloji izahdır. Artıq qeyd etdiyim kimi iç Oğuz daxildə olan Oğuzları nəzərdə tutur, dış Oğuz isə kənar xaric olan Oğuzları nəzərdə tutur. Və artıq qeyd etdiyim kimi köçəri türklər böyük at sürülərinə, qoyun sürülərinə malik idi və bu sürüləri otarmaq üçün onlar daim hərəkətdə olurdu. Və bunun nəticəsində türklər bir şəhər kültürü yaşayan, yerləşik oturaq kültürü yaşayan türklər və daim köçəri həyat tərzi yaşayan türklərə çevrildi. Və əslində türklərin uzun minilliklər öz kimliyini qoruması, var olması, dilinin pozulmaması bu həyat tərzi ilə bağlıdır. Çünki türklərin bir hissəsi kəndləşib, şəhər həyatı yaşayırsa, kənd həyatı yaşayırsa, digər bir qismi köçəri idi. Və düşmənlər salınmış şəhəri, qalaları zəbt etdikdə, həmin türklərin bir qismi öz malını, mülkünü atmadan zəbt olunmuş, onu zəbt etmiş düşmənlə sosial, kültürel əlaqəyə girirdisə, digər bir qism türk isə qaçaraq həmin köçəri türklərin yanına gedirdi. Və ya daim hərəkətdə olan həmin köçəri türklər zaman-zaman müxtəlif ərazilərdə olan müvafiq boylara baş çəkir. Burada kültürel alış-veriş və dil alış-verişi baş verirdi. Və nəticədə türklər uzun məsafəyə, coğrafiyaya yayılmış olsa da onlar biri-birindən izolyasiyada qalmış xalq kimi yox, daim biri-biri ilə əlaqədə olan xalq kimi uzun minilliklər yaşamışdı. 5-ci, 6-cı minillikdən üzü günümüzə siyasi birliklər, dövlət qurulması ilə davam etdi. Və köçəri türklərdə bu müəyyən qədər fərqləndi. Və bu fərqlənmək nə ilə bağlıdır? Köçəri olan türklər boylar halında və böyük coğrafiyada yaşayırdı. Lakin düşməndən qorunmaq üçün həmin bu türk boyları siyasi birliklər qurmaq məcburiyyətində olduğunu da dərk edirdi. Lakin burada bir fərq yarandı. Yaranan fərq nədir?
Eğer sen yerleşik ərazidə bir dövlət qurursansa, təbii ki, burada sən diktatura kimi, monarxiya kimi rejim ilə hər kəsi, əgər əlində güc varsa, ordu varsa, özünə şəhərləri zəbt edib özünə təslim edə bilərsən. Lakin köçəri həyat tərzi yaşayan türkləri isə zəbt etmək, işğal etmək qeyri-mümkündür. Yəni istənilən bir hökmdar köçəri olan türk boylarını fərz edək ki, zəbt etmək istəsin. Səhər qalxdıqda görəcək ki, həmin köçəri türk öz elatını yığıb, çıxıb gedib. Və elə bu səbəbdən də demək köçəri olan türk boyları könüllülük şəklində toy qururdu, qurultay yığırdı və bu qurultay öz hökmdarını, xanını, xaqanını seçirdi. Bilmirəm, izah edə bilirəmmi? Yəni, köçəri olan türklər ilk hərbi demokratik dövləti qurdu. Çünki burada olan boylar digər kənar qüvvələrdən qorunmaq üçün bir siyasi güc olmalıydı və bunu könüllü ilə həyata keçirirdi. Və həmin o boylar, boyların bəyləri, xanları içlərindən həmin dövrün çağın maraqlarına, siyasətinə uyğun ən irəli gəlmiş öndəri, lideri xan, xaqan seçirdi və nəticədə hərbi demokratik dövlətin ilk rüşeymlərini yaradıblar. Lakin daha sonraki dönəmlərdə Səlcuqlu dövründə, Osmanlı dönəmində, Qızılbaşlar dönəmində həmin köçəri türk boylarının bəylərini dövlət, müvafiq adını çəkdiyim Səlcuqlusu, Osmanlısı, Qızılbaşı özünə tabe etməyə çalışdı. Və nəticədə daha sonra həmin köçəri türk kültürü məhv olduğundan daha sonra həmin türklər digər dövlətlərin də inkişaf etməsi ilə həmin dövlətlər qarşısında tab gətirmədən məhv olacaqdır. Mövzumuza geri qaydası olsaq, demək ki, köçəri olan türklər digər yerli, məskunlaşmış türklərdən fərqli olaraq daha geniş ərazilərə yayılırdı və bu səbəbdən də biz qədim türklərdə iki qanatlı dövlətlərin qarşımıza çıxdığını görürük. Və əsasən Orta Asiyada, Mərkəzi Asiyada, məsəl üçün Göytürk dönəmində dövlətin şərq qanadı, əsas qanad, qərb qanadı isə köməkçi qanadı idisə, biz Atilla dönəmində qərbi Hun dövlətində misal üçün qərb qanadının artıq əsas qanad, şərq qanadının isə köməkçi qanadı olan bir dövlətə çevrildiyini görürük. Yəni dolayısıyla dövlətlərdə iki qanadın, şərq-qərb qanadının olması iç və dış türklərlə bağlıdır. Yəni yerli, yerləşik türklər və köçəri həyat keçirən türklər ilə bağlıdır. Və bunun davamı kimi biz qarşımıza iki başlı qartal simvolunun çıxdığını görürük. Çox təəssüf ki, biz tarixi mətnlərə baxdıqda belə iddia olunur ki, iki başlı qartal Bizansa aiddir. Daha sonra bunu Bizansdan götürən Rusiya iki başlı qartal simvolunu öz dövlət simvoluna çevirmişdi. Lakin iki başlı qartal simvolunu biz Səlcuqluda görürük. Ondan əvvəlki dönəmdə isə bir çox daş qaya rəsmlərində görürük. Vaxt qalsa qarşıda dəyinəcəm. Və dolayısıyla demək türklərin iç və dış türklər olması onların dövlət gələnəyində də iki qanatlı dövlətin yaranmasına gətirib çıxarmışdı. Biz Oğuz Xaqan dastanına baxdıqda görürük ki, onun iki arvaddan, hər arvaddan 3 oğlu olur və nəticədə 24 nəvəsi formalaşır, 24 nəvəsi türk boylarını formalaşdırır. Bu məsələyə toxunan Firidun Cəlilov qeyd edir ki, qədimdə 12 sayı olduqca müqəddəs idi, lakin daha sonra bu türklərdə 24 boy ilə göstərilmişdi. Ola bilsin ki, mərkəzdə Orta Asiyaya gedən türklər burada Çin təqvimindəki 24 ayı götürərək öz boylarını 24 sayına uyğunlaşdırmışdı. Yəni dolayısıyla Firidun Cəlilov qeyd edir ki, türklərdə daha ilk əvvəl 12 saylı boy sistemi olmuşdu. Daha sonra bu Orta Asiyada 24 sayı ilə əvəz olunmuşdu. Mən bu məsələyə müəyyən qədər fərqli baxıram. Mən düşünürəm ki, türklərdə ilk əvvəl 12 boy ilə göstərilən anlayışın daha sonra 24 boya çevrilməsi iç və dış oğuzların yaranması ilə, yəni türklərin iki formada iç və dış boylara ayrılmasından sonra 12-dən 24-ə çıxmışdı. Bu hansı 12 sayıdır? Bildiyimiz kimi Göbəkli Tərədə əsasən iki T şəkilli sütunun yanında 12 sayda sütun var. Daha sonra biz Öfratda Yahudilərin 12 boy olması və ya Xristianlıqda İsa'nın 12 həvarisinin olması, Şiəlikdə 12 imamın olması və
12 ayın olması kimi sayların əsasən müqəddəs 12 rəqəmi kimi daim qarşımıza çıxdığını görürük. Bunu mən əvvəlki bölümlərdə danışmışam. Amma yəni məsələ budur ki, biz Ön Asiyada 12 sayının müqəddəs olduğunu görürük. Daha sonra isə türklərdə bu 24 sayına çevrilmişdi. Bu 12-dən 24-ə çevrilmənin də yenə demək əsas səbəbi nədir? Türklərdə türk boylarının iç və dış boylara bölünməsi ilə bağlıdır. Və eyni zamanda qeyd edək ki, türklərdə zaman-zaman türk boyları iç və dış boylar kimi göstərilməsi ilə bərabər zaman-zaman ağ-qara adları ilə də göstərilib. Məsəl üçün ağ qoyunlu, qara qoyunlu, ağ hunlar, qara hunlar. Və buradakı ağ və qara sözü nəyi göstərir? Böyük ehtimal ki, buradakı ağ və qara adları demək türklərdə cəhəti göstərir. Belə ki, bir hissə şimaldadırsa, misal üçün onlara qara deyilir. Əgər qərb tərəfdə, batı tərəfdədirsə, tutaq onlara ağ deyilir. Və haşiyə çıxaraq qısaca bunu da deyim. Bəzən deyirlər ki, türklər demək Xəzərin şərqindən, Sibir, Altaydan günümüz Azərbaycan ərazisinə, yəni Xəzərin qərb tərəfinə gəlmişdir. Lakin gəlin biz dənizlərin adına diqqət edək. Qara dəniz, ağ dəniz, qırmızı dəniz və Xəzər dənizi, hansı ki Xəzər dənizinə zaman-zaman göy dəniz deyilir və ya Göyçə gölünə göy sözündən Göyçə deyilmişdir. Bunu niyə deyirəm? Türklər zaman-zaman cəhətləri, yəni şimalı, cənubu, qərbi, şərqi rənglərlə ifadə etmişdi. Yəni qara dedikdə şimalı, qərb dedikdə ağı, qırmızı dedikdə cənubu və göy dedikdə isə şərqi nəzərdə tutmuşdu. Və bu cəhətləri deyən türklər demək harada yaşamalı idi ki, ağ, qara, qırmızı dəniz adını versin. Demək ki, günümüz Azərbaycan ərazisində yaşamalıdır ki, onun qərbində, şimalında və cənubunda olan dənizlərə ad verə bilsin. Və biz həmçinin türk dilində ağ və qara sözünün zaman-zaman az və çox mənasına gəldiyini, həmçinin ağ sözünün imanlı, qara sözünün isə kafir mənasına gəldiyini də görürük. Misal üçün Dədə Qorqud dastanında qara köklü məlik dedikdə əslində qara saqlı məliyi mənasını ifadə edib, buradakı qara sözünün kafir, yəni xristian mənasına gəldiyini, köklü sözünün isə saqlı, yəni saq türkünü, məlik sözünün isə hökmdar mənasını ifadə etdiyini görürük. Mövzumuza geri qaydası olsaq, artıq müəyyənləşdirdik ki, atlı türklər daha sonra yerli türklərdən fərqli olaraq köçəri türk həyat tərzini formalaşdırmışdı və bunun da əsas səbəbi demək mərkəzə doğru kənar qüvvələr tərəfindən sıxışdırılan türklərin bir hissəsi həyatda var olma mücadeləsini köçəri həyat tərzi ilə yaşamışdı və köçəri həyat tərzini yaşamaq isə türklərin min illər boyu türklük kimliyini itirmədən yaşamasına səbəb olmuşdu. Niyə səbəb olmuşdu? Artıq qeyd etdiyim kimi daim bir yerdə, bir şəhərdə məskunlaşmış türklər asanlıqla digər düşmən tərəfindən işğal oluna bilər, onların kültürünə məruz qala bilərdisə, köçəri türklər düşməndən daim rahatlıqla qaça bilirdi, onlar mobil həyat tərzi keçirirdi və eyni zamanda böyük coğrafiyada dolanan türklər zaman-zaman yerli türk boyları ilə təmasda olması, onların dil alış-verişində olması, kültür alış-verişində olması və həmçinin qız alış-verişində olması səbəbilə həmin türkləri genetik olaraq sağlam etmişdi, həmin milli kimlik və dil baxımından uzun minilliklər boyu qorumuşdu. Bildiyimiz kimi türklərdə bir adət var idi, onlar 7 arxa dönəni keçmədən həmin qohumdan qız almırdı. Bəs bu nə cür baş verirdi? Biz Dədə Qorqudda da buna bənzər hadisələri görürük ki, demək qız almaq üçün o uzaq tayfa qohumlarının yanına gedir, oradan qız alır. Yəni dolayısıyla köçəri həyat tərzi keçirən türklər bax bunu mobilizə etmiş, daha aktiv formada həyata keçirmişdi. Və biz eyni ilə türklərin köçəri həyat tərzi keçirərək düşmənlərdən qaçması izini harda görürük? Ergenekon dastanında görürük. Biz burada türklərin bir dağ vadisinə gedib orada yaşayıb çoxalmasını və daha sonra geri döndüyünü görürük. Bu əslində həmin iç və dış Oğuz mədəniyyətinə yazılmış alt kodlardır ki, yəni sən düşmənə qalib gələ bilmirsənsə mütləq oradan qaçmalısan, kənarlaşmalısan, qüvvə topladıqdan sonra isə geri gəlməlisən.
Və haşiyə çıxaraq bunu da qeyd edim ki, həmin prinsipi Atatürk də zamanında həyata keçirəcəkdi. O qurduğu Türkiyədə Türkiyə ərazisini yalnız qura biləcəyi torpaqlar ərazisində həyata keçirmişdi. Çünki bundan artığına nə onun, nə xalqının o günkü gücü yetərli deyildi. Bunu ayrıca bir dəfə mövzu kimi danışa bilərik. Və indi qaydaq əsas məsələyə, türklər köçəri olması bir eyibdirmi? Artıq müəyyənləşdirdik ki, türklərin bir hissəsi oturaq, arançı həyat tərzi keçirirdi, digər bir hissə isə köçəri həyat tərzi keçiribdi. Yaxşı, köçəri həyat tərzi keçirmək nə deməkdir? Köçəri həyat tərzi keçirən də həmin türklərin atı olmalıdır, şalvarı olmalıdır, yəhəri olmalıdır, üzəngi olmalıdır və həmçinin qeyd etməliyəm ki, atlı türklər mobil hərəkət edərək döyüşməsi üçün yay və oxdan istifadə etmişdir. Düşünə bilərsiniz ki, türklərin çağdaşı olan bütün topluluqlar yay və oxdan istifadə etmişdir. Bəli, haqlısınız. Amma bir amması var. Belə ki, türklər kompozit yaylardan istifadə etmişdir. Kompozit yay dedikdə onlar xüsusi ağac növündən yayın hissələrini hazırlayır, balıqların yağından hazırladığı yapışqandan istifadə edir və həmçinin öküzlərin buynuzundan və ayaq damarlarından istifadə edərək ağacı, öküzün buynuzunu və ayaq damarlarını xüsusi texnologiya ilə birləşdirib bir neçə hissədən formalaşmış kompozit yaylardan istifadə edirdi. Və bu kompozit yaylar daha uzaq məsafəyə ox atırdı və bu yay ilə atılan oxlar bütün çağların, bütün dövrlərin, bütün xalqların yaylarından bir və ya bir neçə dəfə uzağa ox atmağa imkan verirdi. Və həmçinin türklər orta və böyük ölçülü yaylardan istifadə edirdi ki, bu yaylarda türklərin at çaparkən geriyə dönərək ox atmasını asanlaşdırırdı. Və bu üstünlük türklərə uzun əsrlər boyu atla hərəkət edən, mobil, döyüşkən xalq kimi tanınmasına, xatırlanmasına səbəb olmuşdur. Və xalq orqanizə halda həyat keçirməlidir, çadır qurmalıdır. Bu çadırda keçə və xalçalardan istifadə etməlidir. Çünki çox soyuq ərazilərdə heyvan dərisi ilə sən çadır qura bilməzsən. O ilk yağışda ıslanıb və ağırlığından çökər. Və demək ki, soyuq ərazilərdə əsas çadır qurulmasının materialı keçə idi. Və keçə bu günü üçün, bizim üçün arxaik, geridə qalmış bir texnologiya sayıla bilər. Keçə o dövrün ən vacib məhsulu idi. Və həmçinin xalça və xalı toxumalı idi ki, onu çadırın içinə qoyub istidən, soyuqdan qorunsun. Mən qeyd etdim ki, bizdə də Qorqud dastanına baxdıqda iç və dış Oğuz adlarını görürük. Demək ki, burada hər hansısa bir xüsusi problem yoxdur. Lakin biz Albaniya ərazisinə baxdıqda görürük ki, eramızın 4-cü, 5-ci yüzilliyində bir Sisakan bölgəsi var. Yaxşı, bu Sisakan bölgəsi nədir? Bir çox tarixçi bu Sisakan bölgəsinin Sak türkləri ilə əlaqədar olduğunu deyir və ilk hissədə olan Si hissəsini bəzi tarixçilər 3 mənasında izah edir. Yəni Sisakan 3 Sak deməkdir. Digər bir qism isə buradakı Si hissəsini Su türk boyları ilə əlaqədar olduğunu qeyd edib, Su və Sak birliyindən yaranmış bir adı olduğunu düşünür. Mən isə buradakı Sisakan sözünün iç saklar olaraq ifadə ediləcəyinin doğru olacağını qeyd edirəm. Çünki sakların oturaq həyat tərzi keçirilənlərinə iç saklar deyilmişdi, eyni ilə iç Oğuzlarda olduğu kimi və onlar da demək daha sonra fərqli mənbələrdə Sisakan kimi qarşımıza çıxır. Və biz həmçinin Midiya dönəminə baxanda orada Saspir adlı bir tayfa birliyinin olduğunu görürük. Herodot qeyd edir ki, Kohidayanların yanında Saspirlər yaşamışdı. Və Firidun Cəlilov bu məsələyə toxunaraq qeyd edir ki, buradakı Say hissəsi Gürcü dilində olan ön şəkilçidir, digər hissə isə Siber sözü bizim bildiyimiz subarlardan başqası deyil. Və mən buradakı Say hissəsinin yenə iç sözü olduğunu və bu Sasper sözünün iç subar mənasına gəldiyini qeyd edirəm. Biz eramızdan əvvəl 5-ci, 4-cü minillikdən günümüzdə subar türklərinin var olduğunu görürük və Sasper adının
İç subarların isə olması o deməkdir ki, subarların bir hissəsi oturaq həyat tərzi keçirmişdi, digər bir qismi isə zamanla köçəri həyat tərzi keçirmişdi. Və biz dolayısıyla iç Oğuz, dış Oğuz adının, həmçinin iç Sak adının və həmçinin iç Subar adının olduğunu görürük. Və bu arada qeyd edim ki, bizim Tovuz rayonu da dış Oğuz sözündən formalaşmış bir adlı zamanla təhrif olunaraq Tovuz sözünə çevrilmişdi. Yəni dolayısıyla Tovuz rayonunun adı Tovuz quşu ilə əlaqədar deyil. Firidun Cəlilov eramızdan əvvəl 5-ci əsrə aid bir sak skit qabının üzərində Kayı boyunun damğasının olduğunu müəyyənləşdirmişdi. Yəni demək ki, Oğuzlarda Kayı boyu olduğu kimi Saklarda da Kayı boyu olmuşdu. Yaxşı, bu Kayı boyunun damğası nəyi ifadə edir? Bu əslində iki ox və yayı ifadə edir. Çünki türklərdə yay hakimiyyəti, oxlar isə ona tabe olan boyları ifadə etmişdi. Və elə bu səbəbdən də Kayı boyunun damğası hakimiyyət, hökmdarlıq damğası idi. Və biz bu zaman Saklar və Oğuzların iç və dış türk boyları kimi fəaliyyət göstərdiyini düşünməliyik. Təbii ki, bu ayrı bir mövzudur və geniş araşdırma tələb edən bir mövzudur. Və son olaraq Qıpçaq sözünün etimoloji təhlilini verək. Mən əvvəlki söyləşilərdə qeyd etmişdim ki, ilk 3 türk boyu olmuşdu. Bunlar aslar, sular, urlardı və onlar adının əvvəlinə və ya sonuna Tanrı sözünün ilk kökü olan ha hissəsini, Tanrı mənasını ifadə edən öç sözünü və şəxs, kişilik mənasını ifadə edən mən sözünü əlavə edərək fərqli boy adları formalaşdırmışdı. Və bu fərqli boy adları uzun minilliklərdə böyük coğrafiyada bizim qarşımıza çıxır. Və beləliklə Az türklərinin bir hissəsi özünə İmanlı, tanrılı aslar mənasında ökaz demişdi və daha sonra bu söz Oğuz, Kaz, Kaspi, Xas, Xəzər kimi ifadə olunmuşdu. Və su boylarının bir hissəsi daha sonra özlərinə imanlı, tanrılı sular mənasında Suyök demişdi və bu daha sonra bizim qarşımıza Sak kimi çıxmışdı. Və bir də bizim böyük ərazilərə yayılmış Qıpçaq tayfasının olduğunu görürük. Və Qıpçaq və Oğuzlar zaman-zaman birgə hərəkət etmiş, lakin sonuncu minillikdə isə Oğuz və Qıpçaqlar əsasən iki fərqli dini seçməsi səbəbilə Oğuzların əsasən İslamı, Qıpçaqların isə xristianlığı seçməsi ilə qarşı-qarşıya gəlib savaşdığını görürük. Yaxşı, Qıpçaq sözü necə formalaşır? Ümumi əsəriyyət dilçilər Qıpçaq və Kuman türklərini eyniləşdirir və onların ağbəniz, sarışın mənasına gələn sözdən formalaşdığını düşünürlər. Biz söyləşinin əvvəlində eramızdan əvvəl Kuman bəyliyinin olduğunu qeyd etdik və biz daha sonra 1200-cü illərdə Kumanların və Qıpçaqların yenidən tarix səhnəsinə çıxdığını görürük. Lakin əslində biz Hunların, Kumanların və Qıpçaqların eramızdan əvvəl vahid bir boy olduğunu, daha sonra fonetik dəyişim ilə Hun, Kuman, MB keçidi ilə Qıpçaq olaraq deyildiyini düşünməliyik. Yəni dolayısıyla Hunlar, Kumanlar və Qıpçaqlar eramızdan əvvəl var olmuş türk boyudur, lakin növbəti uzun yüzilliklər, min illər və böyük coğrafiya onları Hun, Kuman və Qıpçaq olaraq xatırlanmasına səbəb olmuşdur. Və buradakı Hun hissəsi təbii ki, hər hansısa rəngi bildirən bir söz deyil. Hun sözü ök və on sözünün birləşməsindən formalaşmış bir addır. Artıq qeyd etdiyim kimi ök sözü əski türk dilində yaradan mənasına gəlirdi. On sözü isə türk dillərində rəqəm və birlik mənasına gəlir. Və dolayısıyla ök on
ilahi birlik, imanlı birlik deməkdir. Bu isə o deməkdir ki, Hunlar, Hun olmuş türkülər Assur boylarından olmuş boylar olduğundan onlar artıq Assu və Ur boylarının hər hansısa birinin adı ilə yox, imanlı birlik mənasına gəlmişdir. Və biz həmçinin Çin qaynaqlarında 10 oxlarında olduğunu bilirik. Bəziləri düşünür ki, burada olan ox sözü sıradan oxu bildirir. Mən bu söyləşidə də ifadə etdiyim kimi türkülər yazılı dövrdən əvvəl müvafiq adları, müvafiq sözləri müvafiq bənzər isimlər ilə ifadə etməyə çalışmışdı. Və elə bu səbəbdən də yaradan mənasına gələn öç sözü və yayın atdığı ox sözü fonetik olaraq bənzər olduğundan daha sonra türkülər hakimiyyəti ifadə etmək üçün yayı, kamanı simvollaşdırmışdı və yayın atdığı oxlar isə həmin kama, həmin xana tabi olan boyları ifadə etmişdi. Yəni dolayısıyla hakimiyyət damğası olan yay, kaman və ox və həmçinin ök-on, yəni Tanrıya inananların, imanlıların birliyi mənasına gəlmişdi. Və beləliklə Hun sözü ök-on, imanlılar birliyi mənasına gəlir. İmanlı birlik mənasına gələn Hun sözü və hakimiyyəti ifadə edən yay, kaman və ox damğası paralel işlənmişdi. Və daha sonra bu Hun sözü həm Hun olaraq, həm Hunların birliyi mənasında Kuman olaraq və həmçinin M-B keçidi ilə qıpçaq olaraq qarşımıza çıxır. Geriyə qalan yeganə sual isə qıpçaq sözünün sonundakı caq hissəsidir. Bu caq hissəsi açıq söz kökü ilə mi bağlıdır, yoxsa saq sözünün fonetik dəyişimidir? Hun, saq, Hun və saq birliyi deməkdir. Qanzaq şəhərində olduğu kimi düşünməyə dəyər.